2026-cı il RFM 7-ci sinif final turuna düşmüş 6-cı suala baxırıq. Ardıcıl 4 natural ədədin cəmi şəklində yazıla bilən, lakin 3 ardıcıl natural ədədin cəmi şəklində yazıla bilməyən ədədlərə hipermat ədədlər deyilir. Buna görə 2026-dan böyük olmayan neçə fərqli hipermat ədədi var. Birinciyə x desək, 4 ardıcıl natural ədədin cəmi 4x plus 6 olur. Birincisi 10'dur, ikincisi 14'dür, sonra 18, nihayet sonuncusu 2026'dır. 3 ardıcıl natural ədədin cəmi 3x plus 3, yəni 3'ə bölünən ədədlər birincisi 6, 9, 12, 15, 18, bunun da sonuncusu 2022'dir. İndi biz ortaqları yazmalıyıq. Birincisi 18'dir. İkincisi 4'ə və 3'ə bölünən deməli 12 vahid artacaq 30. Üçüncüsü 42. Nihayət bunun da sonuncusu 2022'dir. İndi bunun sayını tapmalıyıq. 2022'den çıxdıq. 18'i böldük artım 12'yə üstə gəl 1 eləyəcək 168 və birincinin də sayını tapaq. 2026'dan çıxaq onu bölək artım orada 4'dür plus 1 eləyəcək 505 və 505'dən çıxırıq istənməyən sayı 168'i olacaq 337.